son 2 dünya çempionatının finalisti Fransa Didier Deschamps da axırıncı turnirində eyni uğuru təkrar edə biləcəkmi? Siz kanalımıza abunə olun. Biz sizə bu fantastik milli haqqında qısa məlumat verək. Əgər biz sırf olaraq heyətlərə baxsaq, Fransa millisi nəinki 26-lıq ya 32-lik, hətta 3 heyət yığa bilərdi və hətta Fransanın 3-cü heyəti sözün ciddi mənasında dünya çempionatının yarım finalına çıxmağa favorit ola bilərdi. Sol ondan ibarətdir ki, bu qədər istedadlı heyətdən, bu qədər pragmatik oynayan Didier Deschamps Zidane'ın gəlişindən öncə çıxış elədiyi son turnirdə komandanı finala qədər apara biləcəkmi, yoxsa yox? Çünki bir tərəfdən Fransa millisinin bu qədər möhtəşəm istedad hovuzu var. Bunların əlbəttə ki, əksəriyyəti hücuma meyilli oyunçulardır və biz indiki Fransa heyətində də görəcəyik ki, hücumda daha çox variasiya var, nəinki arxada. Amma eyni zamanda Fransa həddindən artıq pragmatik oynayır. Hardasa Didier Deschamps oyun üslubuna görə Gareth Southgate ilə müqayisə etmək olar. Gareth Southgate ilə müqayisə burada bitmir. Eyni zamanda Deschamps da İngilis kimi həddindən artıq çox effektiv şəkildə ulduz oyunçularla dil tapa bilir. Onlarla kompromislərə gələrək onları heyətdə bölüşdürməyə bacarır. Amma digər tərəfdən nə qədər Didier Deschamps-ın pragmatik stili tənqid olunsa da bu nəticə verir. Belə ki, onun rəhbərliyi altında Fransa millisi böyük turnirlərin finalına 3 dəfə qatılıb. Avropa çempionatında yalnız Portuqaliyaya məğlub olmuşdu. Xatırlayırsa 2016-cı ildə eyni zamanda 2 dəfə dünya çempionatı finalına qatılıb, 18-i qazanıb, 22-də isə bəlkə də o Emiliano Martinez'in fantastik ayaq qurtarışı olmasaydı, Lionel Messi layiq olduğu dünya çempionatına yenə də həsrət qalardı. Kylian Mbappe'nin isə 2 dalbadal dünya çempionluğu olardı və bu da əlbəttə ki, həyatın ironiyasıdır. Çox qısa şəkildə əgər Fransa millisinə baxsaq, biz görürük ki, komandanın arxası hardasa keyfiyyətli, etibarlı, amma da mega starlarla dolu deyil. Belə ki, qapıda Milanda normal bir mövsüm keçirmiş Mike Maynandır. Onun önündə əlbəttə ki, Bavariya və Arsenalda müvafiq olaraq da möhtəşəm oynamış Dayot Upamecano və William Saliba var. Fransanın cinahları çox güman ki, Chelsea-dən Malo Gusto və Aston Villa'dan Luka Digne'dən ibarət olacaq, amma burada Lucas Hernandez də oynaya bilir. Bu aslında Fransanın oyun planından əgər Fransa bir qədər konservativ oynamaq istəyirsə, bu zaman Hernandez daha etibarlı opsiyadır. Amma həm Malo Gusto, həm də ki Luka Digne inanılmaz keyfiyyətli, effektiv şəkildə hücumu dəstəkləməyə bacarır. Yəni Fransada yüklənmə bir cinahdan deyil, hər iki cinahdandır. Onların üzərində hələ də Kante milli komandaya çağırılıb və bu onu göstərir ki, Kante nə qədər qoca olsa da, o dəyərə Mincavana misalına uyğun olaraq yenə də öz yerində əvəzsizdir. Onun yanında isə Real Madriddən həm də boks qabiliyyətlərinə görə seçilən Tchouaméni ilə Rabiot var. Yenə də bu, məsəl üçün, bax bu üçlük əsas tənqid səbəblərindən biridir və indi Fransa mətbuatı artıq dünya çempionatına az qalıb, düzdür, ona görə ancaq dünya çempionatı fikirləşir, amma ümumilikdə bu debatlar var ki, Fransa televiziyasında da, YouTube kanallarında da ki, Zidane gələrsə bu üçlüyün birini yığışdırıb onun yerinə bir hücuma meyilli oyunçu buraxarsa komanda necə dəyişə bilər? Çünki komandanın irəli xətti sadəcə fantastikadır. Baxın, burada ürəyin istədiyi qədər seçim var. Burada komandada həm dünyanın ən yaxşı oyunçularından biri olan Kylian Mbappe var, eyni zamanda Osman Dembele var. Paralel olaraq Ryan Cherki, hansı ki topla sehirbazdır və üstəlik Fransa əgər ehtiyat B variantlarına getsə, burada Crystal Palace-dan Mateta var 9 nömrə kimi, Interdən Turan var. Yəni komandanın ürəyi istədiyi qədər seçimi var və əlbəttə ki, komandanın ən effektiv oyuncularından biri gəlir. Fransa biz gəlib göstərək. Bavariyada möhtəşəm mövsüm keçirmiş Olisedi. Yəni bu hücum dördlüyünə qarşı hansı komanda tab götürəcək? Bu özü də olduqca maraqlı bir sualdır. Əgər bu turnirdə ciddi zədələr olmazsa, biz Fransanın bütün gücünü də görə biləcəyik. Amma Fransa özəlliyi onunla bərabər ki, Fransada ciddi zədələr olsa belə, onun yerinə girən, məsələn üçün Mbappe əgər 2 oyunluq sıradan çıxsa, onun yerində nominal olaraq Dembele oynaya bilər və Dembele də necə 9 nömrə kimi oynayır. Biz bunu PSG-dən də əyani şəkildə görürük. Komandanın yeganə ciddi itkisi Hugo Ekitike göstərilə bilər. Çünki Ekitike sadəcə olaraq nominal olaraq Mbappe və ya Dembele və ya Mateta kimi hücumçu deyil. Ekitike həm də sol cinahdan düşməsi ilə, eyni zamanda sol cinahdakı oyunu ilə, topsuz oyunu ilə də həddindən artıq effektiv silahdır. Amma biz düşünmürük ki, bu hansısa şəkildə Fransanın turnir perspektivlərinə təsir edəcək. Xoşbəxtlikdən Fransanın qrupu da hardasa ölüm qrupuna yaxın bir qrupdur. A qrupu, ona görə də maraqlı olacaq Fransa oyunlarına baxmaq. Əziz fransız azarkeşləri və ümumiyyətlə Fransa millisini yaxından izləyən azarkeşlər, sizin reaksiyanızı
reaksiyanızdan sonra əlbəttə ki, biz Fransa millisinin hər oyununu belə işıqlandırmağa hazırıq. Çünki Fransa millisinə baxmaq hardasa bizim düşüncəmizcə Deşam onu biraz praqmatik etsə də, yenə də Bavariya Münxen və ya PSG-nin oyunlarına baxmaq qədər zövqlü bir iş olacaq. İndi isə mən sizi şərhlər bölməsində öz fikirlərinizi bildirməyə çağırıram. Sizin fikrincə bu Fransa milli komandasının qarşısına kim ola biləcək? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndisə kanalımıza abunə olub like düyməsini sıxın ki, belə videoları buraxmayasınız.